Ay qardaş, bunu kim alar axı? Sən qoyubsan bunu 2016-nı qoyubsan 11.000 dollara. Nə qarırsan qaqa sən? Başqa dönərəm. Düz deyim, mal yəssənsən. İstəsən 20.000-ə də qoya bilərsən, amma o deyil də. Yəni bu maşın o deyil. Farası, mağarası qapqara. Günün altında qalmaqdan da maşının rəngi solub günün altında qalmaqda. Yəni hətta əsas zonadan çıxarıb qoyublar bura ki, yəni bunlar çoxdan gələn partiyadır da. Qardaş, ucuz veri geçsin də, yəni bunu saxlamağın nə mənası var? Bundan nə zövq alırsan? Ay gözəl qardaş, ay gözəl insan. Nə deməkdir? Mənə çatmır da. Yəni bir insan maşının günün altında niyə çürütsün axı? Yəni bir insan, o qardaş, yəqin pulu çoxdur da, yoxsa yəni biz indi mən hələ o elə bir oliqarx varlı səviyyədə deyiləm ki, onu mən dərk eləyə bilim. Yəqin ki pulu çoxdur. Pulu o qədər çoxdur ki, pulunun sayını hesabını itirib günün altında çürüdür maşını. Başqa da mən ona bir ad verə bilmirəm.